var ki, ifaçə edəndə deyir, vay deyir. Ümumiyyətlə, ya ondan efirə çıxmaq istəmirəm. Bax, elə bu mövzuda efirə çıxmaq istəmirəm deməyim yaxşı oldu. İndi dəpalını alıb, efirə dəvət edirsən. Birinci deyir, o efirdə kimlər olacaq qonaqlar? Mənə onların siyasını at. Bu kimdir? Bəli, heç bunu. Burada xalq artisti də qonağımız olub, əməkdar artist. And ola Allahımıza bir dəfə deməyib ki, o efirdə, onsuz da biz bilirik. Biz bilirik ki, burada əgər bu şəxs varsa, indi o şəxsin yanında təbii ki, ona uyğun insanlarla, necə ki, bir qonaq çağırırsan evdə, çalışırsan ki, ondan digər yaxın olan bir insanlar çağırırsan, söhbət etdikdə ən azından biri-birindən xəbər olsun. Mən necə bu boyda sənətkarın yanına çaydan oxuyan və yaxud nə bilim, başqa digərini çağırım da, indi ifasını deyəcəkdim, yadıma düşdü ki, qonağım ol, vayıfdır. Yəni, bu cür adamlarla da onları çıxartmaq düzgün deyil. Çaydan sözünə görə sabah sən sosial şəbəkələrdə... Artıq demək olar, xəbər hazırdır. Ya, valla mən bir dəfə sizin efirdə də dedim, bir dəfə də mağazin verilişlərin birində demişdim ki, 50 yaşından sonra onsuz da hamımız evdəyik, burada fərq eləmir, istəyir operatorundan tutmuş, istəyir aparıcısından tutmuş. 50 yaşından sonra hamı evdədir, onsuz da, yəni 50 yaşından sonra sən nə qızıl daxırda alasan, dəxli yoxdur, yəni fərq eləmir. Yeni nəsil gəlir, cavan nəsil gəlir deyə. Ona görə, yəni, sən artıq fərq eləmir. İndi sən cavansan, yaşlısan, fərq eləmir. Burada əyləşən kim varsa, istəyir xalq artist, istəyir əməkdar artist, istəyir nə bilim, hər kim olur olsun. Hamımız insanıq. 50 yaşından sonra hamımız evdəyik. Sabah üz-üzə gələndə heç olsa utanmayaq ki, mən Alim Mirzəyevlə çağırıram, mən Alim Mirzəyevlə efirə çıxmam. Mən neçə dəfələr olub da deyiblər, məni bütün kanallar Allah aşkına bilirsiniz, dəvət eləyirlər, sağ olsunlar, var olsunlar. Mən heç bir vaxt deməmişəm. Olub, bir dəfə olub, bir kanalların birində, adını çəkməyəcəm. Olub, oxuyanla konfliktim olub. Bəli. Demişəm ki, onunla mən dəvət eləmədən, yəni... O başqa bir məsələ. Sakit adam deyiləm, o da sakit adam deyil. Yəni, bizim sözümüz çəpləşə bilər. O başqa şeydir. Bir də var ki, o mənə məxsus oxumur, onun oxunuşu fərqlidir. Mən onunla bir efirdə nə oxuyacam? Nə fərqi var? Hamımız Azərbaycan mahnıları oxuyuruq da, burada benim qeyri-adı nə var ki? Allah sizdən razı olsun. Əslində, Ayşə xanım, mən qeyd edim ki, siz bizi dəvət edirsinizsə, biz aparıcıya və onun komandasına dəyər verib gəlməliyik. Burada kimdir qonaq, onun bizə heç bir aidiyyatı yoxdur. Məsələn, siz məni dəvət edəndə mən soruşmadım kim var, necədir, nəcürdür. Mən qeyd etdim ki, tamam, gələcəm. Çünki elə şeylər var ki, biz kiminsə evinə qonaq gedəndə, biz kiminsə bilib gedirik. Onun evində olanlardan bizə nə? Biz o adamı sahib qapısına gedirik. Allah qələmizə qüvvət versin. Nə gözəl danışıq. Çox gözəl, əlbəttə. Bax, elə Aras bəy, sizlə bu mövzu